Salam, əziz 8-ci sinif şagirdləri, xoş gördük hər birinizi. Biz bugün sizlərlə birlikdə sürtünmə qüvvəsinə aid öyrəndiklərinizi tətbiq edin və öyrəndiklərinizi yoxlayın tapşırıqlarına baxacağıq. Birinci başlayırıq, öyrəndiklərinizi tətbiq edin. Sual belədir. Deməli, birinci tapşırığa baxırıq. Kütləsi 50 qram olan pozan 0,7 Newton qüvvə ilə kağız üzərində hərəkət etdirilir. Pozana təsir edən qüvvə diaqramını çəkərək göstərin. Sürtünmə əmsalı 0,6 olarsa, pozanın təcilini tapın. Deyək ki, bu bizim şəklimizdəki pozandır və biz pozanı bu tərəfdən, bax, belə bir dartı qüvvəsi. Dartı qüvvəsi nədir? Və yaxud da itələmə qüvvəsi deyə bilərik. 0,7 Newton qüvvə ilə itələyir. 0,7 Newton qüvvə ilə itələyirik və sürtünmə qüvvəsi həmişə hərəkətin əksinə yönəlir. Onda bax burada bir dənə, bax bu əksi istiqamətdə, bax bu yaşıl diaqramla çəkmişik. Ya əksi istiqamətdə bir sürtünmə qüvvəsi yaranır. Sürtünmə qüvvəsi həmişə hərəkətin əksinə yönəlmiş olur. Sürtünmə qüvvəsinin də qiyməti biz bilmirik. Sürtünmə qüvvəsini isə biz ancaq deməli nədir? Hesablaya bilərik. Sürtünmə qüvvəsinin düsturunu biz bilirik ki, buradan yazaq. Sürtünmə qüvvəsinin düsturu mü mg-yə bərabərdir. Mü burada sürtünmə əmsalıdır və bizə mü'nün qiymətini, bax burada bu mü'nün qiymətidir. Sürtünmə əmsalının 0,6-dır. Yazaq, m 0,6. Sonra burada c sərbəst düşmə təcilidir. Verilməyəndə həmişə 10 metr/saniyə kvadratı götürür. Kütləmiz isə verib bizə 50 qram. 50 qram da 0,5 kiloqrama bərabərdir. Gətirib qoyuruq yerinə. 0,6 vur 0,5 vur 10. Bu da verir bizə 0,3 Newton. Deməli, sürtünmə qüvvəmiz bax bu istiqamətdə yönəlib, ədədi qiyməti 0,3-ə bərabərdir. Biz baxıb görürük ki, cismə iki qüvvə təsir edir. Dartı qüvvəsi onu irəli dartır, əksinə isə sürtünmə qüvvəsi təsir edir. Biz buradan əvəzləyici qüvvəni tapa bilərik. Newtonun artıq bizə ikinci qanunu lazım olacaq. Newtonun ikinci qanununda biz bilirik ki, əvəzləyici qüvvə m vur a-ya bərabərdir. Əvəzləyici qüvvəni necə tapa bilər? Əvəzləyici qüvvəni şəklə baxanda görürəm ki, 0,7 ilə 0,3 bir-birinə əks yönəlir. Əks yönələn qüvvələrdə qüvvələr çıxır. Yəni, böyük qüvvədən kiçik qüvvəni çıxırıq. Yəni, 0,7-dən 0,3-ü çıxırıq. O deyilir 0,4. Əvəzləyici qüvvəmiz 0,4 Newtona bərabər oldu. Gətirib, bax, bu düsturda yerinə yazırıq. 0,4 bərabərdir. M-imizi verib 0,105 50 qram. Bax, biz burada yazmışdıq. 50 qram 105 kiloqram. Kiloqramla ifadə edir. Vurulsun A. A da bərabərdir 0,4 və 0,105. Onlar kəsrlərin bölünməsi qaydasına görə biz həmişə çalışmalıyıq ki, böləndə, yəni məxrəcdə heç bir vergül qalmasın. Vergül qalmamaq üçün biz məxrəci 100-ə vururuq. Məxrəci 100-ə vururamsa, onda gərək sürət də 100-ə vurulsun. Biz bilirik ki, kəsrin əsas xassəsi, kəsrin sürət və məxrəcini sıfırdan fərqli eyni bir ədədə vurduqda kəsrin qiyməti dəyişmir. 0,4-ü 100-ə vuranda eləyir 40, 0,105-i 100-ə vuranda eləyir 5. Nisbət deyilir necə? 8 metr/saniyənin kvadratı. Deməli, bizim pozanın təcili 8 metr/saniyənin kvadratıdır. Bu oldu birinci. İndi ikinci suala baxırıq. İkinci sualda nədir? Deyir, avtomobil şəkildəki təkərlərdən hansı ilə daha yaxşı hərəkət edər?
Təkərlərdəki su kanalları yağışlı havada təhlükəsizliyi təmin etməyə necə kömək edir? Bir şəkilə baxanda görürük ki, birinci şəkil və ikinci şəkil var. Birinci şəkildə su kanalları dolub, palçıq ilə donub. İkinci təkərdə isə girintili, çıxıntılı hissələri isə təmizdir. Biz də bilirik ki, sürtünmə qüvvəsinin artırmaq üçün səthi daha çox girintili, çıxıntılı eləməliyik. Yəni, təkər nə qədər girintili, çıxıntılı olsa, yəni naxışları nə qədər təmiz olsa, sürtünmə qüvvəsi bir o qədər çox olar. Birinci şəkilə fikir versək, görərik ki, biz onların girintili, çıxıntılı hissələri palçıq ilə dolub və yəni səth hamarlanıb. Səth nə qədər hamar olarsa, sürtünmə qüvvəsi də bir o qədər azalar. Sürtünmə qüvvəsi az olanda, deməli, yağışlı havada da hərəkət etmə bir o qədər çətinləşir. Biz çalışmalıyıq ki, sürtünmə qüvvəsi çox olsun. Yəni, yağışlı havada bir yox, iki təkəri ilə daha rahat hərəkət edə bilərik. Çünki sürtünmə qüvvəsi səthi nə qədər kələ-kötür olarsa, sürtünmə qüvvəsi də bir o qədər çox olar. Sürtünmə qüvvəsi çox olduğundan avtomobil də həmin vaxt əyləcə basdıqda, yəni tormozladıqda ikinci təkərlər daha tez dayanacaq, ancaq birinci təkərlər daha gec dayanacaq. Yəni, bu da təhlükəli yaradır. Yəni, əgər qarşısına mane çıxarsa, birdən tormozu basdıqda ikinci təkərlər daha tez dayanacaq, ancaq birinci təkərlər daha gec dayanıb, müəyyən müddət daha çox sürüşüb yol gedir. Ona görə birinci təkər təhlükəli, ikinci təkər isə təhlükəsizdir. İndi isə keçirik üçüncü tapşırığa. Üçüncü tapşırığımızda necə deyir? Üçüncü tapşırıqda bizə belə deyir. Sərbəst buraxılmış 1 kiloqram kütləli cismə ağırlıq qüvvəsi ilə yerə düşür və hava tərəfindən cismə 2 Newton sürtünmə qüvvəsi təsir edərsə, onun təcilini hesablayın. Havanın müqaviməti nəzərə alınmadıqda cismin təcili nəyə bərabərdir? Deməli, bizə bu məsələdə iki şərtdən istifadə edir. Birinci şərtdə havanın müqavimət qüvvəsi nəzərə alır. Yəni, birinci şərt bura qədərdir. İndi biz bunu üçüncü tapşırığı həll edirik. Bir yana bax, burada cisim çəkirik. Və biz bilirik ki, cismə ağırlıq qüvvəsi tətbiq olunur, ağırlıq qüvvəsi düz aşağı yönəlir, yəni yerin mərkəzinə. Ağırlıq qüvvəsinin də düsturu mg-yə bərabərdir. Havanın müqavimət qüvvəsi isə, yəni havadakı müqavimət qüvvəsi elə havanın sürtünmə qüvvəsidir. O isə hərəkətin əksinə yönəlib, bax, burada belə yönəlir. Bu isə havanın sürtünmə qüvvəsidir. Bizə verilib ki, havanın sürtünmə qüvvəsi 2 Newtondur. Biz buradan ağırlıq qüvvəsini tapa bilərik. Ağırlıq qüvvəsinin düsturu m-dir. M burada kütlədir, yəni kiloqram. M burada qiymətidir. M-in yerinə yazıram 1. C də həmişə verilməyəndə, həmişə C-nin qiymətində, bax, burada şərtin ardıyla yazıram 10 metr bölü saniyənin kvadratı qəbul olunur. Yəni, yazıram 10. Bərabər olur 10 Newton. Və mən qüvvə diaqramına baxıb görürəm ki, cismi aşağı doğru 10, yuxarı istiqamətdə isə 2 Newton qüvvə təsir edir. Onda mən əvəzləyici qüvvəni tapa bilərəm. Əvəzləyici qüvvə, yəni ağırlıqdan, böyük qüvvədən kiçik qüvvəni çıxırır. Yəni, ondan çıxıram mən necəni 2-dir. O da elə 8 Newton. Əvəzləyici qüvvəmiz olur 8 Newton. Sonra Newtonun ikinci qanunu var. Newtonun ikinci qanununda əvəzləyici qüvvə M vur A-dır. Əvəzləyici qüvvə 8, bizim kütləmiz verir 1, A-mızı bilmirik. Buradan da tapanda 8 bölü 1 eləyir 8 metr bölü saniyənin kvadratı. Bu birinci şərtdir, yəni birincidir. İndi isə biz baxırıq ikinci hissəsinə. İkinci hissəmiz isə, bax, buradan başlayır. İkinci hissədə isə müqavimət qüvvəsi nəzərə alınmır. Yəni, məsələnin ikinci hissəsində cismə yalnız ağırlıq qüvvəsi təsir edir. Ağırlıq qüvvəsi də yenə mg, m1, j10-dur. O da eləyir 10 Newton. Ağırlıq qüvvəsi, əvəzləyici qüvvəmiz burada bir dənə
ağırlıq qüvvəsi var. Ona görə təkcə ağırlığa bərabərdir. O da elə necə 10 Newton. Yenə əvəzləyici qüvvə nəyə bərabərdir? M-aya. F əvəzləyicinin yerinə 10. M1 vur A. A da bərabərdir necə? 10 metr böl saniyənin kvadratı. Və biz də həm də ağırlıq qüvvəsindən keçmişdik ki, yalnız ağırlıq qüvvəsinin təsiri altında cisim sərbəst düşür. Həmin təcil də sərbəst düşmə təcili adlanıb C-yə bərabərdir. Yəni C ilə işarə olunur sərbəst düşmə təcili. Onun ədədi qiyməti necədir? 10 metr böl saniyənin kvadratı. Yəni biz məsələ ilə də gördük ki, yəni heç bir qüvvə təsir olmasa, yəni ağırlıq qüvvəsinin təsiri altında cismin aldığı təcil ona bərabər. Yəni bunu eləməsək də şifahi şəkildə deyə bilərik ki, yalnız ağırlıq qüvvəsinin təsiri altında cisim düşərkən cismin aldığı təcil sərbəst düşmə təcillə bərabərdir. O da 10 metr böl saniyə kvadratına bərabərdir. Belə də deyə bilərim, məsələ şərti ilə də yazıb həll edə bilərik. İndi isə keçirik 4-cü suala. 4-cü sualda bizə belə deyir. M2 kütləli cisim bərabər sürətlə aşağı doğru hərəkət edir. M1 10 kiloqram, M2 8 kiloqram olarsa, M1 cisminin səthlə sürtünmə əmsalını tapın. İndi isə bu məsələyə baxaq. Bu məsələdə biz bilirik ki, M2 kütlə, M2-ni verim neçə Newton? 8 Newtona bərabərdir. Silək lövhəmiz. Cismi hərəkət elətdirən, baxaq burada. Hərəkət elətdirən cismin, bax bu cismin kütləsi neçə Newtondur? Neçə kiloqramdır? 8 kiloqramdır. Bax bu cismə ağırlıq qüvvəsi təsir edir. Bu qüvvədə nə qədərdir? F ağırlığı bərabərdir M-J-yə. M-i neçə verib? 8 vur 10. Bu da elə necə? 80 Newton. Deməli, cismə aşağı istiqamətdə 80 Newton qüvvə təsir edir. Biz bilirik ki, təsir əks təsirə bərabərdir. Onda bu ipdə bərabər sürətlə hərəkət edirsə, əvəzləyici qüvvələr axı burada bizə deyib, baxın, bərabər sürətlə düşür. Bərabər sürətlə düşəndə əvəzləyici qüvvə 0 olur. Biz Newtonun birinci qanunundan bilirik. Onda deməli M2 kütləli cismə 80 Newton aşağı istiqamətdə yönəlmiş ağırlıq qüvvəsi yönəlirsə, onda burada ipdə bir gərilmə qüvvəsi yaranır ki, o da neçəyə bərabər olmalıdır? 80 Newtona bərabər olmalıdır. Bax bu ipimiz, bax bu ipdə yaranan gərilmə qüvvəsi də olacaq 80 Newtona. Çünki bax bu cismə təsir cisim bərabər sürətlə düşür. Bərabər sürətlə də düşəndə əvəzləyici qüvvələr 0 olur. Əvəzləyici qüvvə 0 olmalıdır. Yəni ağırlıq qüvvəsi 80-dirsə, cismə təsir edən ipin gərilmə qüvvəsi də 80 Newton olmalıdır. Buranı bildik. Bu ip qırılmır. Görürsən, bu ip buradan, bax bunu növbəti dərsdə keçirilir, buna blok deyirlər. Və yaxud da ki, bu blokdan ev paltar roliki deyirlər. Bax, odur. Bu, elə bir blokla keçirilib, gəlib ötürülüb birinci cismə. İp qırılmadığı halda, yadda saxlayaq. Buradakı gərilmə qüvvəsi neçədirsə, bütün nöqtələrində gərilmə qüvvəsi eynidir. Onda ipin bütün nöqtələrində gərilmə qüvvəsi 80 Newton olacaq. Bax, M2 kütləli cismi 80 Newton yuxarı çəkirsə, M1 kütləli cismi 80 Newton irəli çəkəcək. Bax, elə bir bax burada bu 80 Newton qüvvə olur. Bax, bu 80 Newton olur. Bax, bunu hara çəkəcək? İrəli çəkəcək. Bax, buradakı gərilmə qüvvəsi də 80 Newton olub irəli çəkəcək. Və bu cisimlər də bərabər sürətlə gedir. Bərabər sürətlə gedirsə, yox, indi isə biz burada baxaq. M1-ə nə qədər qüvvə təsir elədi? 80 Newton. Və biz bunu belə bir çəkək. Və bu bizim M1 kütləli cisimimizdir. M1 kütləli cisimimizi deyək ki, gərilmə qüvvəsi 80 Newton olub, irəli doğru çəkir.
80 Newton irəli çəkir. Biz onda bilirik ki, hərəkətin əksinə yönələn bir dənə bax burada sürtünmə qüvvəsi yaranmalıdır. Sürtünmə qüvvəsi də bərabər olmalıdır. Sürtünmə qüvvəsinin də düsturu nədir? Mü, mc-dir. Əgər cisimlər bərabər sürətlə hərəkət edirsə, onda biz bilirik ki, cismə təsir edən əvəzləyici qüvvə 0 olacaq. Əvəzləyici qüvvələr nədir? 0-a bərabər olacaq. Yəni, cismi irəli dartan 80 Newton bərabər olmalıdır sürtünmə qüvvəsinə. Yəni, gərilmə qüvvəsi sürtünmə qüvvəsinə bərabər olmalıdır. Gərilmə qüvvəsini verib 80, sürtünmə qüvvəsini yerinə yazıram. mc-dir. Bu da yazıram 80 bərabərdir mü. Bu M1, yəni M1 yazılır. M1'in kütlesi neçədir? 10. C-nin də qiymətini götürürəm 10. Hesablayanda 80 bölünsün 100. Mü də verir 0,8. Deməli, bizim M1 kütləli cismə kütləli cisim ilə bu səth arasında sürtünmə əmsalımız, bax burada yaranan sürtünmə əmsalımız 0,8-ə bərabərdir. Bir də yadda saxlayaq ki, məsələ həlli edərkən həmişə sürtünmə əmsalı 1-dən kiçik olmalıdır. Əgər sürtünmə əmsalı 1-dən böyük olarsa, biz heç vaxt irəli gedə bilmərik. Yəni, maşın heç vaxt irəli getməz, insan heç vaxt irəli gedə bilməz. Çünki sürtünmə qüvvəsi cismin hərəkətin əksinə yönəlir. Əgər sürtünmə qüvvəsi bizim dartı qüvvəmizdən böyük olarsa, yəni sürtünmə əmsalımız 1-dən böyük olarsa, biz istəsək ki, geri addım ataq, sürtünmə qüvvəsi bizi geri çəkəcək. Biz irəli getmək əvəzinə geri getmiş olacaq. Bu öyrəndiklərinizi yoxlayında, indi isə öyrəndiklərinizi yoxlayına gəlirik. Öyrəndiklərinizi yoxlayında sual belədir. Hansı qüvvə sürtünmə qüvvəsi adlanır? Sürtünmə qüvvəsi toxunan səthlər arasında yaranan qüvvədir və istiqaməti də həmişə hərəkətin əksinə yönəlir. B variantında sürtünmə qüvvəsi toxunma ilə yoxsa toxunma olmadan baş verir. Sürtünmə qüvvəsi həmişə toxunma ilə baş verir. Yəni, biz yerləncəkdə yerlənirik. Ayaqlarımızı yerə sürütləyib dayandırıb vurmasa, yerləncəyimiz dayanmaz. Ona görə sürtünmə qüvvəsi həmişə toxunma ilə baş verir. Havada da cisim havaya toxunmasa, yəni havada hərəkət edən cisimlərə hava toxunur, bütün cisimlərə. Qazlarda da, mayelərdə də, bütün mayelərdə də yaranan sürtünmə qüvvəsi fərq yoxdur. Havada, bərk cisimdə və yaxud da qazlarda sürtünmə qüvvəsi həmişə toxunma ilə baş verir. Məsələn üçün, bizim dərsimizə baxmışıq ki, mayelərdə sürtünmə qüvvəsini azaltmaq üçün üzgüçülərin geyimləri elə geyimdən hazırlanır ki, sürtünmə qüvvəsi azalsın. Ondan sonra sürtünmə qüvvəsi qazlarda azaltmaq üçün sürət qatarları daha ucu, daha iti olur. Sonra biz bərk cisimlər üzərində sürtünmə qüvvəsini azaltmaq üçün dircəkli yastıqlardan sonra istifadə edirik, sürtçü yağlarından istifadə edirik, buz meydancasını daha hamar edirik. Bax, bunlar. Sürtünmə qüvvəsi niyə yaranır? Sürtünmə qüvvəsi sürtünən iki cisim arasında, iki cismin molekulları biz bilirik ki, bir-birini cəzb edir. Həmin o molekullar bir-birini cəzb etdiyinə görə biz məsələn bu şəkildə fikir verək. Deyək ki, bu şəkildə M1 kütləli cismin molekulu ilə göy deyək ki, cismin molekulları bir-birini cəzb edir və elə bil ki, molekullar bir-birini cəzb etdiyinə görə bir-birini ilişir. İlişdiyinə görə burada nədir? Sürtünmə qüvvəsi yaranır. Və yaxud da biz deyək ki, hamar nə qədər hamar görsək də, biz mikroskopla baxsaq, səth belə nahamar görsənir. Bu səth də belə, ikinci cismin də səthi belə nahamarlıqdır. Bu nahamarlıqdır. Bu iki cisimlərin səthi bir-biri üzərində hərəkət elətdikdə bir-birinə ilişir.
Yəni bu ilişdiyinə görə də burada sürtünmə qüvvəsi də yaranır. İndi isə keçirik ikinci suala. İkinci sualda isə bizə belə deyir. Üfüqi səth üzərində hərəkət edən 20 kiloqram kütləli cismə 140 Newton sürtünmə qüvvəsi təsir edir. Cismin üfüqi səthlə sürtünmə əmsalını tapın. Sürtünmə əmsalını tapın. Sürtünmə qüvvəsinin verilənləri yazırıq. Yazırıq. M bərabərdir 20 kiloqram. Əsas vahidlə verilir. Kütlənin əsas vahidi kiloqram. Sürtünmə qüvvəsini verir bizə 140 Newton. C'nin qiymətini həmişə verilməyəndə 10 metr bölü saniyə kvadratı götürürük. Bizə sürtünmə əmsalını soruşur. Sürtünmə qüvvəsinin tez düsturunu yazırıq. Mü, M, J. Yazırıq 140 bərabərdir mü, vur 20, vur 10. Mü'nü də tapanda 140 böl 200, o da eləyir 0,7. İndi isə üçüncü suala keçir. Üçüncü sualda belədir. 0,5 kiloqram kütləli taxta blok, yəni bu şəkil, blok üfüqi şüşə səth üzərində hərəkət edir. Ona təsir edən dartı qüvvəsi. Yəni çəkirik burada. F dartı qüvvəsi 10 Newtona bərabərdir. Taxta ilə şüşə arasında sürtünmə əmsalı, bax burada sürtünmə əmsalı yaranır. Sürtünmə əmsalını da verib bizə 0,2. Qüvvə diaqramını çəkərək bloka təsir edən qüvvələri göstərin və təsirini tapın. Kütləsi də verimizə 0,5 kiloqram. Biz bilirik ki, dartı qüvvəsi irəli, sağa doğru gedirsə, sürtünmə qüvvəsi həmişə hərəkətin əksinədir. Onda sürtünmə qüvvəsi bax bu istiqamətdə yönələcək. Sürtünmə qüvvəsini biz düsturun bilir nədir? Mü, M, J. İndi isə üçüncünün həllini yazırıq. Sürtünmə qüvvəsinin düsturu necə oldu? Mü, M, J. Yazıram, F sürtünmə bərabərdir. Mü'nü verib bizə 0,2, M'i verib bizə M 0,5, C'nın da qiyməti 10'dur. Biz hesablayanda eləyir 1 Newton. Deməli, sürtünmə qüvvəmizin düsturu neçə Newton oldu? 1 Newtona bərabər oldu. Aha, 1 Newton oldu. Sonra biz baxırıq ki, yenə cismə 2 qüvvə təsir edir. Sağa 10 Newton, sola 1 Newton və biz burada yenidən əvəzləyici qüvvəni tapa bilərik. Əvəzləyici qüvvə dartıdan çox sürtünmə qüvvəsi. Yəni 10 çox 1. Bu da elədi necə? 9 Newton. Yenə əvəzləyici qüvvəni mən bildim ki 9 Newton. Kütləni verib bizə neçə kiloqram? 0,5 kiloqram. Bizə nə soruşur? Təcili. Bax, bu üç cəmiyyət verilən kimi tez Newtonun ikinci qanunu yadıma düşür. İkinci qanun necə idi? F əvəzləyici bərabərdir. M vur A. Yazıram 9 bərabərdir 0,5 vur A. A da bərabərdir 9 böl 0,5. O deyilir 18 metr böl saniyənin kvadratı. Aha. İndi isə gəlir keçirik. Biz dördüncü deyir, sürtünmə əmsalı sabit olduqda sürtünmə qüvvəsinin kütlədən asılılıq diaqramını çəkin. Bunu diaqramını çəkmək üçün biz deməli bir dənə diaqram çəkirik. Diaqramı çəkdik. Buraya yazırıq ki, nədir? F sürtünmə, bu da bizim kütlədir. Bunu bərabər bölgülərə bölürük. Kütləyə verə sürtünmə qüvvəmizin düsturu nədir? Sürtünmə qüvvəmizin düsturu F sürtünmə mü M, J'dir. Bizə deyir ki, sürtünmə əmsalının sabit qiymətində. İndiyə götürək sürtünmə əmsalını götürək 0,2. C'nı da götürürük biz neçə 10. Metr böl saniyənin kvadratı.
Və kütləyə indi yazıram. F sürtünmə bərabərdir. 0,2 vur 10 vur M. F sürtünmə bərabərdir 2M. İndi biz diaqram qururuq. Bura M yazıram, bura sürtünmə qüvvəsi. M-in yerinə 1 qoyanda 2 vurulsun 1 eləyir 2. M-in yerinə 2 qoyanda 2 vur 2 4, 3 qoyanda eləyir 6. İndi yazırıq, kütlənin yerinə yazırıq. Kütlə qrafiklərini 1, burada yazırıq M vergül kiloqram. Yəni bu vahidini göstərir. Bura sürtünmə qüvvəsində vahidini də Newtonla yazıram. 1 verirəm, sonra 2 verirəm, sonra 3 verirəm. 1 kiloqram olanda sürtünmə qüvvəsi oldu 2. Sonra 2 verəndə sürtünmə qüvvəsi oldu 4. Sürtünmə qüvvəsi 2 artırır. Oldu 4. 3 verəndə oldu 6. Yəni sürtünmə qüvvəsində bölgü 2 götürürəm. Ya da elə 1 götürək. 1 götürək. Bunu da qarışdırmamaq üçün. Bura yazıram 1 verəndə neçə oldu? 2. Koordinatını qururuq. 2 verəndə oldu 4. Və 4 oldu. 3 verəndə haradasa olur 6. Burada gəlsin düşsün necə? Bu da 6 gördük. Və 3 dənə nöqtə alındı. Aha. İndi isə biz bunun qrafikini qururuq. Qrafikimiz bax belə olacaq onda. Bax, nöqtələri birləşdir. Və bu belə bir qrafik oldu. Sadəlik üçün biz belə bir çəkə bilərik. Sürtünmə qüvvəsini deməli deməli yazırıq bura sürtünmə qüvvəsi, burada kütlədən. Kütlədən asılı qrafiki düz mütənasibdir. Düz mütənasibin də qrafiki bax budur. Bu da ümumi şəkildə belə ifadə edə bilərik. Bu da bizim sürtünmə qüvvəsinin tapşırıqları. Əziz şagirdlər, videolarımıza baxın, rəylərinizi bildirin, dostlarınızla, sinif yoldaşlarınızla paylaşmağı unutmayın.